Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli. Allah bu ayı hər birimiz üçün mübarək eləsin. Bir daha tuttuğumuz orucları, etdiyimiz ibadətləri qəbul eləsin. Allah günahlarımızdan qələm və əfv çəksin inşallah. Biz Allahın rəhməti haqqında danışırdıq. Dünən demişdik ki, hər kəs Allahın rəhmətini hiss eləsə, istəsə bilsin ki, Allahın rəhmətini hiss eləyib ya yox, o rəhməti dadıb ya yox, həmin insanların həyatında heç vaxt ixtilaf olmur. Həmin insanlar cəzaya tələsmirlər, həmin insanlar qarğış etməyə tələsmirlər. İnsanların bir dəstəsi görürük ki, onlar qarğış eləməyə tələsir, cəzalandırmağa tələsir. Cəzalandırmağa tələsən insanlar Allahın rəhmətini duymayıblar. Və daha çox bağışlamağa tələsən insanlar isə Allahın rəhmətini duyublar deyə, Allahın rəhmətindən qidalanıblar deyə o cürdə, o formada da yaşayırlar. Belə deyək, onların xüsusiyyətləri artıq ilahi rəngə boyanıb. İlahi rəngə boyandığı üçün onlar cəza sistemi ilə araları yoxdur. Çalışırlar ki, hər şeyi mərhəmətlə düzəlsinlər. İmam Həsən əleyhissalamın yanına bir nəfər gəlir. İmam Həsən əleyhissalamla mübarizə eləmək üçün gəlir. İmam Həsənə bu Şamdan gəlir. Şamda da təbii ki, Əhl-i Beytin düşməni yaşayırdı Muaviyyə. Orada da bunları hazırlayırdı, öyrədirdi Əhl-i Beytin əleyhinə. İmam Həsən əleyhissalamın qarşısında dayanır, nalayiq sözlər deyir İmam Həsənə. Onları inkar edir, qınıyır və onlara aid olmayan xüsusiyyətləri onların haqqında deyir. İmam Həsən gözləyir və bu da yorğun olur, yoldan gəlir. İmam Həsən əleyhissalam ona baxır, deyir ki, yoldan gəlmirsən, yorğunsan, gedək bizdə istirahət elə və bizdə çörək ye. Ondan sonra inşallah mövzuları danışarıq. İmam Həsən son dərəcə həlimlik göstərir, son dərəcə mərhəmət göstərir və yazırlar, tarix yazır ki, bu İmam Həsən əleyhissalamın bu səmimi sevgisindən, səmimi mərhəmətindən başa düşdü ki, Muaviyyə buna nə öyrədibsə, hamısı yalanmış. Və orada İmam Həsən əleyhissalama buyurur ki, sizin haqqınızda mənə pis tanıtdıran, sizi mənə pis tanıtdıran Muaviyyəyə Allah lənət eləsin ki, sizin kimi gözəl insanı mənə pis tanıtdırıb. Uzaqdan İmam Həsən əleyhissalamın haqqında uzaq məsafədən eşitdiklərinə inanmışdı və qəzəblənmişdi ki, necə Peyğəmbər evladı belə ola bilər. Yaxından İmam Həsən əleyhissalamın ürəyində mərhəməti, məhəbbəti hiss elədi və başa düşdü ki, Muaviyyənin bütün dedikləri hamısı yalan imiş. Bir mərhəmətlə İmam Həsən əleyhissalam onun qəlbini dəyişə bildi. Onun daha doğrusu fikirlərini dəyişə bildi. Kim ilahi mərhəməti duyubsa, kim ilahi mərhəməti anlayıbsa, o son dərəcə mərhəmət aşılayır. Mərhəmət aşılamalıdır deyil. Bir var deyək ki, mərhəmət aşılamalıdır. Yox, onun artıq xarakteri üçün deyil, ona başa salasan ki, sən mərhəmətli ol. Ehtiyac yoxdur. Mərhəməti duyduğu üçün onun bütün rəftarında ilahi mərhəmət görsənir. Allahın mərhəmət sifəti onun rəftarında, hərəkətlərində cilvələnir. Ən çox mərhəməti duyan insan hansı insandır? O insandır ki, həyatının bütün səhnələrində mərhəmətlə davranır. Son dərəcə mərhəmətlə davranır. Əhl-i Beytin həyatına baxırıq, görürük, onlar düşmənləri ilə belə son dərəcə mərhəmətlə davranırlar. Niyə görə? Cəza verməyə tələsməyiblər. Əhl-i Beytin həyatında onların qul saxlama metodlarına baxırıq. İslamdan öncə, Peyğəmbərdən öncə Ərəbistan yarımadasında, Məkkədə, Məkkə və Mədinə şəhərlərində qul saxlamaq adət halını almışdı. Və bu qul saxlamaq, həyətində, evində qul saxlamaq, nökər saxlamaq belə xarakterlə idarə olunurdu ki, qulun heç bir haqqı yoxdur, qulun heç bir icazəsi yoxdur və ona öldüsəm ölməlidir, qaldıysam qalmalıdır və ona nə qədər yemək versəm o qədər yeməlidir, artıq istəməyə hüququ yoxdur. Peyğəmbər gəlib birbaşa bu quldarlıqla mübarizə eləyə bilməzdi. Çünki Peyğəmbərin əsas işi, köklü fundamental işi Allahın təqdim olunması idi. İnsanları şirkdən azad eləmək idi. Allahdan başqasına ibadət etmək prosesindən azad eləmək idi.
Peyğəmbər gəlir burada nə edir? Peyğəmbər gəlir mərhəmətlə davranır. Onlar qulları ilə necə davranırlar? Peyğəmbər qul saxlamaya bilməz. Çünki bunlarda artıq bu köklü bir adətə çevrilib. Peyğəmbər də gəlir evində qul saxlayır. Əgər hər hansı bir müharibə eləyirsə, illər sonra, İslamın başlanğıcından illər sonra hər hansı bir kafir bir dəstə ilə mübarizə eləyirsə, müharibə edirsə, o müharibədən əsir götürdüklərini qul olaraq saxlayır. Amma burada Peyğəmbər necə iş görür? Peyğəmbər buyurur ki, belə davranır, daha doğrusu üzr istəyirəm. Peyğəmbər gəlir qulları ilə. Qul əgər hər hansı bir işi görməlidirsə, Peyğəmbər bəzi vaxtlar gəlir qulun işini özü görür. Gəlir onlara son dərəcə mərhəmət göstərir. Ona öz evində, həyətində Peyğəmbər şəxsiyyət qazandırır. Qulun iradəsinə baxmayaraq ki, quldur, amma onun iradəsinə mane olmur. İradəsinə hakim kəsilmir. Və qul da başa düşür, görür ki, axı bu quldarlıq dövründə bizim qul saxlamağımıza oxşamır bu. Peyğəmbər son dərəcə mərhəmət aşılayır. Hətta yazırlar ki, kim Əhl-i Beytin qulu olurdusa, kim Əhl-i Beytin qulu olurdusa, da bu xidmətçidir, xidmətçisi olurdusa, bunlar quldarlığı başqa cür görmüşdülər. Ümumiyyətlə, quldarlıq sistemi Peyğəmbər xəttinə ziddir. Amma bu formalaşmışdı deyə Peyğəmbər də bu minvalla, bu xətlə gəlirdi ki, bunun mahiyyətini dəyişsin birinci. Sonra bu quldarlığı ləğv eləsin. Ki, insan azad insandır, azad yaşamalıdır. Tarix yazır ki, kim Peyğəmbər və Əhl-i Beytin evində qul olurdusa, sonra Peyğəmbər ona deyəndə ki, səni azad edirəm, artıq bundan sonra öz həyatını qur, öz həyatını yaşa, yalvarırdılar imamlara və Peyğəmbərə ki, xahiş edirik, bizi azad eləmə, biz sənin evində qalaq. Görün, nə qədər mərhəmət göstərdi ki, o bilirdi ki, Peyğəmbərin evində gördüyüm mərhəməti, imamın evində gördüyüm mərhəməti azad həyatımda belə görə bilməyəcəm və heç kimlə dada bilməyəcəm bu mərhəməti. Peyğəmbər Allahın mərhəmətini dadmışdı deyə, məsum imamlar Allahın mərhəmətini dadmışdı deyə onların rəftarlarında ancaq mərhəmət hiss olunurdu. İmamların birinin dövründə var, çox maraqlı hadisədir. Səhv eləmirəmsə, İmam Sadiqin dövründə olur. İmam xidmətçisinə bir uşağı tapşırır və tapşırır ki, uşağa bir hündür yer olur, uca bir yer deyir, uşağı qoyma ora çıxsın. İcazə vermir. Deyir, uşağı ora çıxmağa imkan vermə, icazə vermə. Bu da uşağın istəyinə görə baxmır, uşaq çıxır ora. Xülasə, bir neçə müddət sonra uşaq ora çıxır, düşür, oradan yıxılır. Uşaq yıxılır, ciddi zədə alır və bu zədədən, bu zərbədən uşaq dünyasını dəyişir. Bu İmam Sadiqə məxsus olur, deyirlər. Sonra bu qul qaçır. İmam Sadiq əleyhissalamın evində yaşayan bu qul qaçır. Neçə gün İmam Sadiq əleyhissalam çox çətin hallar yaşayır. Ağrılı, acılı hallar yaşayır. Sahabələrdən biri gəlir İmam Sadiq əleyhissalamın yanına ki, ağa, nə olub? Niyə? Allah səbir versin. Biz sizin özünüzdən öyrənmişik ki, bir yaxınınız dünyasını dəyişsə səbirli olun, ilahi təqdirat da ola bilər. İmam Sadiq başını dərhal qaldırır. O qədər gözəl hadisədir. Siz elə bilirsiniz ki, mən narahatam, o uşaq dünyasını dəyişib və mənə məxsus olduğu üçün narahatam. Deyirlər, bəs nə üçün narahatsan? İmam Sadiq buyurur ki, mən onun üçün narahatam ki, mən nə vaxt kobud rəftar elədim ki, indi qul qorxdu, qaçdı. Mən heç vaxt kobud rəftar eləməmişəm. Niyə görə məni başqaları kimi özü üçün qələmə verdi və bundan qorxdu, qaçdı? Məndən qorxduğu üçün mən narahatam. Fikir verin, imamların yanaşma metodları, yanaşma tərzləri, daha doğrusu həyat tərzləri belədir. İmam kafirlə də, möminlə də nəyi haqq eləyirsə, o formada davranır. Bəzi vaxtlar olub ki, imamın qarşılığında dayanan insan hər hansı bir cəzanı haqq eləyib. İmam onu cəzalandıra bilər. İmamət səlahiyyətindən istifadə edib cəzalandıra bilər. Amma Allahdan datdığı mərhəmət səlahiyyəti ilə onu bağışlaya bilir. Ona görə Allah, fikir verin, müəyyən günahkarları keçən gecələrdə qeyd elədim. Günahkarları göndərir Peyğəmbərin yanına. Niyə Peyğəmbərin yanına? Bağışlanmamalıdır əslində. Günah eləyib cəzalanmalıdır. Amma Allah görür ki, Peyğəmbər buna mərhəmət göstərəcək, ürək yandıracaq. Peyğəmbər onu bağışlasın, Allah da bəhanə tapsın, onu bağışlasın. Peyğəmbərin həyat tərzinə baxın və yaxud da imamların həyat tərzlərinə baxın. Onların həyat tərzləri belə olur. Deməli, kim desə ki, mən Allahın mərhəmətinə inanıram, mərhəmətinə ümidim var, birinci budur ki, Allahın mərhəmətinə ümidi olmaq üçün dadımaq lazımdır.
İnsan dadmayanda o mərhəməti ümid bəsləyə bilməyəcək. Və belə deyək də bir nəzəri olan şeyə inana bilməyəcək. Görək, praktiki olaraq Allahın mərhəmətini həyatında görsün. Hər kəsin həyatında Allahın mərhəməti var, Allahın mərhəmətini izləyə bilər. Amma dadan insanlar fərqli olurlar. Dadan insanlar rahat davranırlar. Bir nəfəri biz görsək ki, məscidə gəlir və günah eləyir, məscidə gəlmə ilə yanaşı, biz çalışırıq ki, o adamı ya uzaqlaşdıraq özümüzdən və yaxud ona münasibəti soyudaq. Amma Peyğəmbər tam başqa cür davranır. Peyğəmbərə deyirlər ki, ya Rasulallah, bir nəfər gəlir sənin arxanda cəmaat namazı qılır, cəmaat namazına qoşulur və biz onu görmüşük, gedir günah da eləyir. Və günah həyatı da var bunun, əl çəkmir. Ona bir sözdür və bəzi insanlar tələsirlər. Niyə görə tələsirlər cəzalandırmağa? Çünki Allahın mərhəmətini duymayıblar. Hər kəs cəzalandırmağa tələssə, hər kəs qarğış eləməyə tələssə, əmin olun ki, Allahın mərhəmətini duymayıb. Allahın mərhəmətini dada bilməyib. Amma Peyğəmbər nə buyurur? Deyir, iş biz olmasın. Bir gün bu mənim arxamda dayanıb cəmaat namazı qılmağı onu o günahdan uzaqlaşdıracaq. Fikir verin, Peyğəmbər buraxdı biraz zamanı. Allah rəhmət eləsin cəmi din xadimləri, dünyadan köçənləri və alimlərimizi, o cümlədən də mərhum Hacı Şahini. Belə bir sözü vardı. Dedi, insanlara səhv eləmək üçün şans verin. Dərhal cəzalandırmayın. Ümumiyyətlə, insan üçün deyil, insan cəza qorxusundan səhvdən qaçsın. İnsan cəza qorxusundan günahdan qaçsın. İnsana o qədər şans ver, o qədər köməklə, sən son dərəcə mərhəmət göstər. Mərhəmətinlə, məhəbbətinlə utandır, xəcalətdən günahdan qaçsın. İnsan xəcalətdən günahdan qaçanda, xəcalətdən cinayətdən qaçanda daha gözəl olur. Ən güclü sistem o sistem deyil ki, o sistemdə hamı cəza qorxusundan düzəlsinlər. O düzgün sistemdir. Ona görə dinin sistemi mərhəmət sistemidir. Din gəlir, deyir ki, la ikraha fid-din, məcburiyyət yoxdur. Yəni, cəza qorxusundan namaz qılmağa imkan vermir din. Cəza qorxusundan, cəhənnəm qorxusundan oruç tutmağa imkan vermir. Din deyir, mən bununla razı deyiləm. Deyir, namaz qılırsansa Allaha olan sevgindən doğsun. Allaha olan məhəbbətindən doğsun. Allaha olan məhəbbətin səni bir yerə çatdırsın ki, mübarək Ramazan ayı, bütün Allahın bəndələri oruç tutur, mən də tutum. Və bu sevginin əlaməti olmalıdır. Sevgi olaraq, sevgidən doğan bir əlamət olmalıdır ki, həyata keçirəsən. Deməli, kim mərhəməti dadırsa cəzalandırmağa tələsmir. Çünki Allahın bir adı var, Cövşən Kəbir duasında ki, Qədir gecələrində oxuyuruq o duanı. Çox gözəl duadır. Allahın xüsusiyyətləridir, isimləridir həmin duada. Orada bir adı var, Allahın Ya Həlim. Həlim kimə deyərlər? Həlim hansı varlığa deyərlər? Həlim o adam deyir ki, qüdrəti yoxdur. O varlıq deyir ki, qüdrəti yoxdur, heç bir şey də eləyə bilmir. Həlim o adama deyərlər ki, elmi də var, qüdrəti də var, cəzalandırmağa gücü də var, amma mərhəməti qüdrətinin qarşısını alır. Mərhəməti cəzalandırmağının qarşısını alır. Gəlir, Peyğəmbəri yıxır yerə. Peyğəmbər üzr istəyirəm, yerdə uzanırmış, istirahət eləsin. Gəlir, neçə il bundan öncə oxumuşam bir rəvayəti, çox şirin rəvayətdir. Gəlir, Peyğəmbər gör uzanıb, görür və ətrafında da heç kim yoxdur. Köməkləyən də yoxdur yəni. Bir müşrik götürür qılıncı əlinə, gəlir fürsətdir, yəni öldürmək üçün ən yaxşı fürsətdir. Peyğəmbərin başının üstündə dayanır, baxır Peyğəmbərə deyir ki, kim sən əlimdən xilas edəcək? Yəni, heç kimin yoxdur. Onlar doğrudan da o qədər insanlara güvənərək yaşayıblar ki, elə bilirlər ki, Peyğəmbər də insanlara güvənərək yaşayır. Peyğəmbər baxır ona, ən möhtəşəm cümlə bu cümlədir. Həqiqətən qızıldan da qiymətli bir şey olsa, deyərdim, o su ilə yazılmalıdır bu cümlə. Sadəcə daha ən yüksək qızıldır, bundan deyirlər. Hətta Əhl-i Beyt deyirlər ki, bu da bizim üçün azdır. İmam Sadiq əleyhissalama bir nəfər dedi ki, ağa, sizin cümlələrimiz qızıla bərabərdir. İmam Sadiq əleyhissalam buyurdu ki, çox kiçiltdin bizi və cümlələrimizi çox kiçiltdin. Bizim cümlələrimiz hara, qızıl hara. Sən neyi nə ilə müqayisə edirsən? Bizim cümlələrimiz bir insan həyatını əbədi olaraq xoşbəxt edə bilir. Bir insanı əbədi olaraq dəyişə bilir. Gəlir Peyğəmbərin yanına və bu sözü deyir. Peyğəmbər də cavabında necə buyurur? Çox maraqlıdır. Biz deyərik ki, bizim Allahımız var da və sizin kimimiz var? Biz Allah'a məxsuslaşdırmışıq özümüzə. Biz ki, kiçik varlıqları, kiçik insanlarıq, ürəklərimiz kiçikdir. Elə bilirik ki, Allaha başqasına da versək, bizim üçün azalar. Elə bilirik ki, imamı başqasının da eləsək, imamın diqqəti bizə azalır. İstəyirik ki, diqqət ancaq bizim özümüzə olsun. Amma Peyğəmbər Allahı olduğu kimi anlayıb, olduğu kimi dərk edib və Allahdan olduğu kimi qidalanıb,
O müşrikə deyir ki, Rabbi və Rabbuk, ən möhtəşəm cümlədir. Bu müşrikdir, Allaha şərik qoşandır. Deyir, sənin və mənim Rəbbim məni səndən xilas edəcək. Deyir, özü də bilmir necə olur. Bir rəvayət deyir ki, Cənab-ı Cəbrail, ehtimal verirlər ki, bu rəvayətin əsasında Cənab-ı Cəbraili Allah köməyə göndərir. Cənab-ı Cəbrail vurur, atır onu bir qırağa, bir mələk xüsusi bir güclə yıxılır yerə, qılıncı bir tərəfə düşür, özü də bir tərəfə yıxılır. Deyir ki, gəldi, Peyğəmbər götürdü onun qılıncını, gəldi, dayandı başının üstündən. Dedi, mən yunacaq, indi sənə kim xilas eləyəcək? Yəni, gördün məni kim xilas elədi, indi sənə kim xilas eləyəcək mənim əlimdən? Bir söz deyir Peyğəmbərə, oxuyub Peyğəmbəri. Deyir Peyğəmbərə ki, məni sənin rəhmətin qəzəbindən xilas eləyəcək. Baxın, Peyğəmbərə düz oxuyub. Elə ki, bunu Peyğəmbərə deyir, sən rəhmətin, mərhəmətin, mehribanlığın qəzəbindən xilas eləyəcək. Deyir, Peyğəmbərin əlləri boşalır, qılıncı atır yerə, üzünü çevirir, çıxır gedir. Fikir verin, Peyğəmbərin ürəyində olan mərhəməti qəzəbindən çoxdur. Çünki qəzəb hər hansı bir cinayət halında yaranır. İnsanlara əsasən, insanlara zülm olunan vaxtda yaranır. Mərhəmət bir vaxt olur, bir vaxt olmur, belə deyil. İlahi mərhəməti duymaq belədir ki, necə ki Allahda mərhəmət daimidir və hər an var, rəhmaniyyəti və rəhimliyi hər an onunladır və ayrılmaz deyil. Bəzən olsun, bəzən olmasın, belə deyil. Kim Allahın mərhəmətini duyubsa, o mərhəmət onda həmişə var. O insan ki, sevdiyinə mərhəmət göstərir, amma sevmədiyinə qəzəb göstərirsə, sevmədiyinə məhəbbət göstərə bilmirsə, deməli, onda olan mərhəmət Allahın xüsusi mərhəməti deyil. Onda olan mərhəmət və yaxud da istək instinktivdir. İnsan, biolojidir o. Çünki yaxını sevir, başqasını sevmir. O, üzr istəyirəm, digər canlılarda da var. Amma Allahda olan mərhəmət isə, Allahda olan Allahın sevgisi bir nəfərin canına hakim olsa, o hamıya mərhəmət göstərə bilir. Yəni, son dərəcə cəzanı gecikdirir. Son dərəcə. Maksimum həddə cəzanı gecikdirir. İmam nə vaxt cəzalandırıb? Peyğəmbər nə vaxt cəzalandırıb? Onda ki, bir dəstənin cinayətləri adi insanların həyatına ciddi bir fəsad törədiblər. Adi insanların həyatında böyük bir fəlakət yaradıblar. Onda imam başlayır cəzalandırmağa. İmamın bu cəzalandırmağı da yenə mərhəmətindəndir. Niyə görə? Digər insanları qorumaq üçün zalimları cəzalandırmalısan ki, digər insanlar rahat yaşaya bilsinlər. Çünki bu insanlar, bu zalimlar insanların maddi və mənəvi həyatlarına qənim keçiriblər. İmam Peyğəmbər bunda başlayır cəzalandırmağa. Niyə görə həmişə İmam və Peyğəmbərin mərhəmət sistemi cəzalarından öndədir? Çünki Allahın mərhəmətini duyublar. Allah necədir? Ya Həlim. Allah həlimdir. Qüdrəti var, haqlıdır, cəzalandıra bilir və heç kim də qabağını ala bilmir. Heç bir maneə yoxdur, amma həlim davranır. Deyir, ya Həlim səbr eləyir, ta o vaxta qədər səbr eləyir, ümid eləyir ki, bunda bir qığılcım var, o açılsa bu düzələcək. O vaxta qədər cəzalandırmır ki, o vaxta qədər gözləyir ki, tək ki bu hidayət olsun. Hədisdə var, rəvayətdə, bir nəfər tövbə eləsə, deyirlər, bir vaxt Allah ərşi bəziyir, deyir, mələklər ondan soruşurlar ki, axı bir bayram ərəfəsi deyil, nə qurban bayramıdır, nə Ramazan bayramıdır, niyə görə ilahi ərşi bəzəmisən? Deyir, cavabında Allah buyurur ki, bir məndən qaçan bəndəm tövbə eləyib bugün onun hörmətinə bəzəmişəm ərşi. Fikir verin, Allahın mərhəmətinin gözəlliyinə, nəticəsinə və təsirinə baxın. Neçə il günah eləyibsə bu Allaha qarşı çıxıb. Amma buna baxmayaraq Allah son dərəcə həlim davranıb ki, bunun tövbə etmək fürsəti yaransın. Bunun fürsəti qalsın tövbə eləməyə. Və indi tövbə eləyib. Bu günahkardan çox Allahın özü sevinir. Bu tövbə eləyəndən çox Allahın özü sevinir. Ona görə Musa Peyğəmbərə buyurur Allah ki, ya Musa, xəbər ver o günah eləyən cavanlara ki, gənclərə ki, Musa Peyğəmbərə buyurur, xəbər ver o günah eləyən gənclərə ki, onlar günah ardıca gedəndə, günah etməyə gedəndə, çox maraqlı rəvayətdir, günah etməyə gedəndə,
bilsəydilər ki, mən onların ardıca hansı məhəbbət ilə baxıram ki, kaş qayıdaydilər, etməyəydilər o günaha, özlərinə ziyan vurmayaydılar. Musa Peyğəmbərə buyurur ki, ya Musa, məhəbbətdən, mənim sevgimi anlasaydılar, şövqdən ürəkləri partlayardı. Məhəbbətdən ürəkləri partlayardı, dözə bilməzdilər. Fikir verirsiniz, Allahın yanaşması belədir. Bir də Allahın adlarından birini, bunu da izah edeyim və yekunlaşdırım. Allahın adlarından biri də budur Cövşən Kəbir duasında. Ya əmanəl xaifin. Çox qəşəngdir. İnsan bir müddət günah eləyir və yaxud da elə əməllərinə etibarı yoxdur, qorxu yaranır içində. Qorxu bundan yaranır ki, axı bu əməlim məni cəzalandıra bilər. Və bəzən insan özünə gücü çatmır, amma günahı da etmək istəmir. Günahı etmək istəmir, amma özünə gücü çatmır. Və hər an gözləyir ki, Allah deyəsə məni cəzalandıracaq. Allah olmayıb bunun cəzasını verəcək. Hiss edir ki, bir gün birdən bunun cəzası verilsə nə olacaq? Allah özünü təqdim edir. Ya əmanəl xaifin. Mən qorxanların sığınacaq yeriyəm, əmnamanlıq yeriyəm. Kimin ürəyində azından bir qorxu varsa ki, mən bunu düz eləmirəm, buna görə cəza ala bilərəm, Allah buna görə bəla verər mənə. Allah buyurur ki, ya mənim adlarımdan biri də budur. Ya əmanəl xaifim, mən qorxanların əmnamanlıq yeriyəm və mən cəzalandırmağı tələsmirəm, qorxma. Sənin əsas ciddi problemin günahın da deyil. Əsas ciddi problemin məni səni qoruyan hesab eləmirsən. Bu vaxta qədər əgər əlimi götürsəydim, günahların gətirdiyi bəlalar səni məhv eləyəcəkdi. Mən kənara çəkilsəydim, cəzalandırmasaydım, günahların sənin həyatında yaradacağı bəlalar səni məhv eləyəcəkdi. Mən gör necə Allaham ki, günahı sən eləmirsən, ləzzətin sən dadmısan və bəla gələcəkdi başıma, mən sənin bəlalarını uzaqlaşdırmaqla məşğulam. Sən mənə baxmırsan, amma bəlaları uzaqlaşdırmaqla məşğulam. Elə bilirsən ki, o bəlalar yoxdur, bəlalar gəlməyəcək. O bəlalar gəlirdi, mən qoymamışam gəlsin. Amma sən elə bilmirsən ki, bəla gəlmir. Yox, bəla gəlir. Hər hansı bir səhv, cinayət bəla götürməlidir. Hər hansı bir səhv və xəta. Sadəcə mən çox mehriban Allaham deyə sən günah eləməklə məşğulsan, mən bəlalarımı yığışdırmaqla məşğulam ki, bəla gəlməsin sənə. Ya əmanəl xaifin, kim qorxsa əmnamanlıq yeri mənəm, qorxmasın, mənə desin. İnsan belə olmalıdır. O görərsən bir körpə uşaq gələr, 3 yaşında, 5 yaşında uşaq gələr, bir ziyan vurar özünə. Kimin sözündən çıxıb? Valideynin sözündən çıxıb. İndi gəlib bir ziyan vurub özünə. İndi barmağı qanlayıb, əli əzilib, ya nəsə olub, axır əziyyət çəkib, ziyan vurub özünə. Hara qaçır? Qaçır yenə anasının ağuşuna ki, kömək elə də, yəni əzilib, həm ürəyində qorxu var ki, sözündən çıxdım, bunu elədim, belə oldu, mənə demişdilər bunu eləmə, mənə demişdilər, o da əlbi uzatma, yandırarsan. Sözündən çıxdım, indi yanıb, indi yenə başqa qaçacaq yeri haradır? Yenə anasının və valideynin ağuşudur. Fikir verirsən, çünki bilir ki, valideyn qəzəblənsə də, valideyn bəladan xilas eləmək üçün qəzəblənir. Valideynin işi bundan ibarətdir. Deyirlər ki, Allahla belə olun, hər hansı bir cinayəti eləsəz də, yenə götürün həmin nəticəni, gedin Allahın üzrə, ilahi, elədim və əziyyət çəkdim. İndi gəlmişəm ki, o yaramı sağaldasan, yarama dərman qoyasan ki, bu yara mənim həyatımda ciddi təsirlər qoymasın. Deyir, son dərəcə qaçış yerin ora olsun. Hər nə eləsən də, yaxşı iş görsən də, pis iş görsən də, son dərəcə qaçış yerin ora olsun ki, çünki ondan başqa yol yoxdur. Ondan başqa bir yer yoxdur. Hər kəs Allahın rəhmətini duya bilsə, görəcək ki, Allah kimi davranmaq insan həyatında son dərəcə gözəlliklər yaradır. Çünki innəllahə cəmilun, Allah gözəldir və yuhibbul cəmil. Allah gözəlliyi sevir. Kim gözəl yaşasa, kim gözəl danışsa, kim gözəl rəftar eləsə, kim gözəl iş görsə, bütün bərəkətlər bu gözəlliyin nəticəsidir. Hər kəs nöqsanlı iş görsə, məlumdur ki, iş prosesi nöqsanlı olsa, həyat tərzi nöqsanlı olsa, məlumdur ki, nəticəsi pis olacaq. Ona görə Allah son dərəcə bizi ki, Allahdan uzaqlaşdırıblar, Allah son dərəcə bizi sanki yenidən özünə yaxınlaşdırmaq istəyir. Mübarək Ramazan ayda Allahın göstərdiyi son dərəcə mərhəmətdir. Deyir, mən hər şeyi sildim. Mən bu ayda hər şeyi kənara qoymuşam. Mən heç nəyin söhbətini eləmirəm.
Hərdən deyirlər Qədir gecələrində, qarşıdan Qədir gecələri gəlir. Qədir gecələrində gəlin. Günahlarınızı etiraf edin, günahlarınızı deyin Allaha. Bəli, bunlar hamısı düzdür, düz sözlərdir. İnsan görək günahlarını etiraf eləsin, Allaha desin. Əslində belə deyil. Əslində biz nədir? Əslində bir dənə bu cümləni ürəkdən deyə bilmək lazımdır, anlayaraq deyə bilmək lazımdır. İlahi, mən bütün günahların əlindən qaçıb sənin qapıya gəlmişəm. Və məsələ budur. Mənim də heç bir sığınacağım yoxdur. Söykəndiyim bütün sütunlar put çıxdı, hamısı boş oldu. Mən bircə ümidim sənədir. Nə söykənəcəyim əməl var, nə söykənəcəyim bir yaxşı işim var, namazım var, orucum var. Yeganə əsas söykənəcəyim sənin mərhəmətindir. Ona görə gəlir, daha sonda bunu deyim, yekunlaşdırım. Gəlir Peyğəmbərin yanına, çox xoşum gəlir bu rəvayətdən, deyir, ya Rəsulallah, mən namaz qılıram, oruç tuturam, amma nə namazıma etibarım var, nə də orucuma etibarım var. Amma bilmirəm, bu nə məsələdir ki, ürəyimdə sənə elə məhəbbət var ki, bəzi gecələr səbrim çatmır, gözləyirəm ki, səhər açılsın, gəlim səni görüm. Mənim aqibətim necə olacaq? Mən qorxuram. Bu sınıq, əyri, naqis namazla, orucla mən hara gedə bilərəm? Qorxuram, aqibətim necə olacaq? Deyir, Peyğəmbər biraz dayanır. Rəvayətin bu hissəsi mənim üçün çox maraqlıdır. Peyğəmbər dərhal cavab vermir ona. Çünki məsələ çox ciddi məsələdir. Peyğəmbər bəzi vaxtlar biri sual verərdi ona. Peyğəmbər dayanardı, bilir deyə cavabın. Amma başını salardı aşağı, biraz fikirləşərdi. Həm sual verən verdiyi sualının mahiyyətini başa düşsün, ciddiliyini başa düşsün. Həm də qarşındakına hörmət verirdi ki, sənin sualın Peyğəmbəri fikirləşdirdi. Sən Peyğəmbərin əzəmətinə, böylüyünə baxın. Burada da dayanır. Burada Peyğəmbər niyə dayanır? Çünki bunun qəlbi nigaran idi. Bu başa düşüb ki, mənim namazım da özümə kömək eləməyəcək, orucum da özümə kömək eləməyəcək. Çünki naqis damısı. Peyğəmbəri sevirəm bircə, ürəyim onsuz qala bilmir. Peyğəmbər fikirləşdi, biraz da həsrət çəksin. Çünki bu həsrət, bu nigarançılıq ürəyin bütün kibrini, üzbünü, günahlarını silir aparır. Nigarançılıq halı çox gözəl haldır. Allah rəhmət eləsin, mərhum ustadı. Deyərdi ki, bir möminin ürəyindən nigarançılıq çıxsa imanı düz deyil. Nigarançılıq halı olmalıdır mütləq. Onu qeyd eləmişəm keçən gecələrdə ki, nigarançılığın mənası nədir? Peyğəmbər biraz gözləyir, deyir ona zöhrün namazın vaxtıdır. Gedək namazımızı qılaq, cavab verəcəm sənə. Gözlədir onu. Yəni, bu nigarançılıqla qıldığı namaz çox mühüm namazdır. Biraz gözlədir. Namazdan sonra Peyğəmbər bu cümləni deyir ona. Deyir ki, əl-mər'u mə'əmmən əhəb. Hər kəs öz sevdiyi ilə birgə olacaq, narahat olma. Peyğəmbər gəldi, cavab verdi, ürəyini aram elədi. Yəni, sənin baxmayaraq namazın naqisdir, baxmayaraq orucun naqisdir, mənim sevgim varsa ürəyində və mənim üçün şiddətli darıxırsansa, bu sevgi səni xilas eləyəcək. Ona görə rəvayətlərdə var ki, bir dəstə insan namaz qılırlar, oruç tuturlar, öz imanlarına görə cənnətə gedəcəklər. Hədisdir ya, bir dəstə insan namaz qılmırlar, oruç tutmurlar, amma namaz qılana, oruç tutana hörmət ediblər. Ürəklərindən məhəbbətlər olub. Qəlbən sevgiləri olub. Allah buyurur ki, hədis buyurur ki, onlar fürsət tapmasalar əgər namaz qılmağa, həyatən onlara imkan verməsə, bir dəstə insan imanlı insanları sevdikləri üçün cənnətə daxil olacaqlar. İmanlı insanları sevdikləri üçün. Deməli, məsələ insanın əməlinə bağlı deyil. İnsanın əməl gücü çatmır cənnətə daxil olmaq üçün. İnsanın Allaha olan mərifəti, sevgisi, məhəbbəti və insanlara olan, təmiz insanlara olan sevgisi, mərifəti kömək edir ki, insan Allahın rəhmətindən və əbədi xoşbəxtliyindən daimi olaraq faydalana bilsin. Allahdan istəyirəm, Allah bu ayı bizim üçün də mərhəmət ayı qərar versin. Allah bu ayın mərhəmətindən bizi məhrum eləməsin. Axirətimizi xeyirli eləsin. Xüsusi olaraq imamımızın zuhurunda təcil eləsin inşallah. Vəsselamu aleykum və rəhmətullahi və bərəkatuhu.